Bu spuşka deyil, spiçka da deyil. Bu kibritdir. Kibrit sözü dilimizə ərəb dilindən keçib. Bu dilə də öz növbəsində Suriyani, Arami dillərindən keçib. Ora isə Akad dilindən keçib. Və bu dillərin nə olduğunu bilmək istəyirsinizsə, şərhlərə yazın və mən bu barədə geniş paylaşım edim. Həmin dillərdə isə bu sözün mənası kükürt anlamına gəlir. Bu da hər halda çöplərin ucundakı kükürtlə bağlıdır. Deyirsinizsə ki, bu söz də onsuz da alınmadı. Elə bir dil yoxdur ki, orada alınma olmasın. Ən azından bu söz dilimizdə əsrlərdir ki, istifadə olunur. Və bunun yerinə lüğətimizdə olmayan və təhrif edilmiş şəkildə istifadə olunan digər bir sözə ehtiyac varmı sizcə? Məncə yoxdur. Gəlin dilimizin saflığını qoruyaq və bir alınmanın əvəzinə başqa bir alınmanı, o alınmada deyil, başqa bir varvarizmi lazımsız bir şəkildə işlətməyək. Dilimizin saflığı hər şeydən önəmlidir.